Salam dəyərli izləyicilər. Bu gün sizlə birlikdə klassik Azərbaycan poeziyasının ən böyük zirvələrindən biri olan Əfsələddin Xəqaninin Hikmət Xəzinəsinə birlikdə səyahət edəcəyik. Xəqani sadəcə bənzərsiz bədii təsvirlər yaradan bir şair kimi yox, o dövrün böyük filosofu, insan sərrafı idi. Onun əsrlər əvvəl qələmə aldığı, lakin bu gün də aktuallığını itirməyən, insan mənəviyyatını formalaşdıran unikal bir şeirini misra-misra, beyt-beyt təhlil edəcəyik. Söhbət gənclərə nəsihət əsərindən gedir. Həqiqi dost kimdir? İnsan niyə vəfalı olmalıdır? Xəqani hansı insanlardan uzaq durmağı vəsiyyət edir? Əgər bu sualların cavabını dahi şairin dili ilə öyrənmək, sözün əsl mənasında mənəvi bir qida almaq istəyirsinizsə, videonu sona qədər izləməyi unutmayın. Hazırsınızsa başlayaq. Beytin ilk misrasında şair birbaşa fitnəkar cavana müraciət eləyir və onu fitnə törətməməyə səsləyir. Yəni fitnə fəsaddan, dedikodudan, insanlar arasında nifaq salmaqdan uzaq durmağı tapşırır. Və ikinci misrada da bunun səbəbini izah eləyir. Cəmiyyətdəki, xalq arasındakı böyük bəlaların, dərdlərin kökündə məsələ fitnəkarlıq dayanır. Yəni fitnə elləri dərdlərə salan kimi mənalandırılır. Cana məlhəmsə də vəfa etibar, fitnəkarlıq edər, onu tarimar. Burada bir təzaddan istifadə olunmuşdu. Yəni, vəfa etibar insan ruhuna, canına məlhəm, yəni dərmandır. Amma fitnəkarlıq o qədər dağıdıcı bir qüvvədir ki, ən gözəl insani keyfiyyətləri, yəni etibarı və vəfanı kökündən sarsıdıb darmadağın etmə qabiliyyətinə malikdir. Hilə oğurluqdur, xoşsa əvvəli. Oğrunun axırda kəsilər əli. Şair hiləgərliyi oğurluqla eyniləşdirir və hilə işlətmək başlanğıcda insana xoş gələ bilər, ona müvəqqəti qazanc gətirə bilər. Amma və qədim qanunlara və ilahi ədalətə işarə eləyərək bildirir ki, oğrunun və hiləgərin əməlinin üstü gec-tez açılar. O əvvəl və ya axır mütləq cəzasına çatar. O zamanlar oğurluq edən insanların əlləri kəsilirdi. Nifaq xəstəsisən nə qədər ki sən, əlac saymaqdan da ziyan görərsən. İnsanlar arasına ayrılıq salmaq, yəni nifaq. Burada nifaq ayrılıq salmaq, ayrı seçkilik salmaq, ədavət salmaq anlamına gəlir. Deyir, mənəvi bir xəstəlikdir nifaq. Əgər insan bu xəstəliyə tutulubsa, daxilən rəzil duruma düşübsə, ona edilən yaxşılıqlar, göstərilən əlaclar belə tərs təsir göstərər. Yəni, onun xeyrinə olmaz. Mənəviyyatı körranmış kəsə də kömək eləmək çətin məsələdir. Yəni, əlac saymaqdan da ziyan görərsən. Vəfa küçəsində ev tut, yəqin bil, ən yaxşı mənzil deyil, vəfa mənzilidir. Xəqani burada gözəl məcazdan istifadə edir. İnsan ömrünü vəfa küçəsində keçirməyi, yəni həmişə sadiq və dürüst olmağı məsləhət görür. Çünki deyir, dünyada sığınmaq, yaşamaq üçün ən təhlükəsiz və ən şərəfli yer elə vəfalı insanların olduğu mühitdir. Vəfa mənzilidir. Bu gün yoxdursa da kimsə də vəfa, vəsiyyət edirəm, olma bivəfa. Şair öz dövründən və ətrafdakı insanların vəfasızlığından gileylənir burada. Bu klassik poeziyada tez-tez rast gəlinən bir motivdir. Amma hamı vəfasızdırsa sən də ol demir Əfsələddin Xəqani. Əksinə, hər kəs vəfasız olsa belə sən öz vəfalılığını qoru. Heç vaxt vəfasız, yəni bivəfa olma deyə vəsiyyət eləyir. Çalış az dostluq et, az dostluq et. Etsən də əgər demir etmə, amma deyir az dostluq et. Dostluqda möhkəm ol, sözündə də mötəbər, yəni sadiq ol demək istəyir. Beytin ümumi məzmunu belədir. Xəqani kəmiyyətə yox, burada keyfiyyətə önəm verir. Hər yetənlə dost olub ətrafına çox adam toplamaqdansa, az amma sadiq dostun olması yaxşıdır deyir. Əgər biri ilə dost oldunsa, o münasibətdə sadiq, möhkəm və verdiyin sözə mötəbər olmalısan. Dostu qovanları alma yanına, yoxsa gözün ağlar bu əhvalına. O qeyd eləyir ki, öz sadiq dostunu asanlıqla silib atan, qovan insanlardan uzaq durmaq lazımdır. Çünki bugün öz dostuna qarşı xəyanət eləyən, sabah sənə də eynisini eləyəcək.
Sən sonradan peşman olub belə göz yaşı tökəcəksən. Ona görə də belə adamlardan uzaq dur. Dostun haqlı vursa birini zinhar, demək ki, layiqdir, çıxma havadar. Deyir, əgər sənin dostun haqlı səbəblərdən başqa birini cəzalandırarsa və ya ona qarşı çıxarsa, sən məsələnin mahiyyətini bilib-bilmədən qarşı tərəfə tərəfkeşlik eləmə. Yəni, havadar olma. Dostuna güvən. Dostun müttəhim edib kimi etsə rədd, yəni ittiham deməkdir. Qardaşın olsa da önünə çəksəd. Yəni, dostun birini günahkar bilib özündən uzaqlaşdırarsa, həmin günahkar şəxs sənin qardaşın olsa belə, qardaşına kör-körənə tərəfdar durma, onun qarşısına sədd çək, yəni ədalətin yanında ol, qohumbazlıq eləyib dostunun haqlı davasına kölgə salma demək istəyir burada. Qırsa bir budağı dost hirslənərək, o cənnət ağacı olsa da əl çək. Müəllif qeyd edir ki, dostun əsəbi və hirsli vaxtında bir səhv edərsə, yəni bir budağı qırarsa, o hərəkət və ya o şey nə qədər dəyərli olsa belə, yəni bu cənnət ağacı olsa da, dostundan üz döndərmə, onun hissdanını anlayışla qarşıla, münasibətini korlama. Dostun əkdiyi gül olsa da tikən, çıxarıb yerindən onu atma sən. Beytin ümumi məzmunu belədir. Dostun əkdiyi gül sənə tikən kimi batsa, yəni onun sənə etdiyi hansısa hərəkət və zəhmət xoşuna gəlməsə belə, ona qarşı hörmətsizlik eləmə, onun əməyini, sənə olan münasibətini tamamilə rədd edib kökündən qoparıb atma. Haqq yolunda çalış, o qədər ki, haqq razı qaldığını biləsən mütləq. İnsanın dünyadakı əsas məqsədi haqqın yolunda çalışmaq olmalıdır. Burada haqq deyərkən böyük ehtimalla ya ədaləti ya da Allahı nəzərdə tutmuş olur. Sən deyir elə yaşamalısan ki, vicdanən və ilahi tərəfdən səndən razı qalındığına əmin olasan. Biz də təbii ki, Allah yolunda çalışmalıyıq. Allahın da bizdən razı olub olmadığını bilə bilməyəcəyimiz üçün ömrümüzün sonuna qədər onun yolunda çalışmaq olmalıdır bizim amalımız. Bir kiçik adama nəvaziş etsən, sənin böyüklüyün getməz əlindən. Yəni statusca, yaşca, mövqe baxımından səndən aşağı olan bir insana, yəni kiçik bir adama, bu insanlara xeyirxah davransan, nəvaziş göstərsən, təvazükar olsan, bütün bunlar səni kiçiltməz, əksinə həqiqi böyüklük zəiflərin əlindən tutmaq, onlara yuxarıdan aşağı baxmamaqdır. Razılıq etsə də səndən bir nadan, onun tərifinə aldanmayasan. Yəni nadan, elmsiz və mənəviyyatsız bir insan səni tərifləsə, səndən razı qaldığını desə, bu səni sevindirməsin və ya aldatmasın. Çünki nadanın tərifi daxili keyfiyyətdən yox, onun marağından, onun mənafiyindən irəli gəlmiş olur. Sən onu öydükcə o lovğalanar, özünü yoldaş yox, əmoğlun sanar. Yəni nadan. Yəni sən elə bir nadanı və ya layiq olmayan şəxsi təriflədikcə, öydükcə o daha da təkəbbürlü olar, həddini aşar, səndən bərabər hüquqlu dost, yoldaş olmaq əvəzinə özünü sənə çox yaxın adam, yəni əmoğlu, sənə hökm oxuya biləcək bir adam kimi aparmış olar. Daha boyun qoymaz işə, xidmətə, lovğalar yabancı olur hörmətə. Lovğalanan insan artıq heç bir məsuliyyətli işin qulpundan yapışmaz, zəhmət çəkmək istəməz. Lovğa insanlar hörmətin, kübarlığın nə olduğunu anlayan insanlar deyirlər də. Onlar hörmətə və ya nəzakətə qarşı yad adamlar olurlar, yəni yabancı adamlar olurlar. Boyun böyüklüyü deyildi gərək, hümmət böyük olsun, bir də ki ürək. Yəni insanın fiziki cəhətdən iri bədənli, boy-buxunlu olması və ya zahiri əlamətləri heç bir önəm kəsb etmir. Əsl böyüklük onun hümmətində, yəni qeyrətində, uca məqsədində və geniş mərhəmətli ürəyində olmalıdır. Yəni böyüklük bunlardadır. Fiziki görünüşcə uzun olmaqda deyil. Dünyada ağıl tək bir ustad varmı? O bir qul yanında şagird olarmı? Burada ritorik suallardan istifadə olunmuşdu. Burada insanın ən böyük rəhbəri, yol göstərəni və ustadı onun öz ağlıdır fikri qeyd olunur. Şair ritorik suallar verir. Ağıl kimi mükəmməl bir ustad varmı deyə sual verir. Və bu uca ağıl, nəfsin və cahilliyin qulu olan bir kəsin qarşısında heç vaxt
baş əyib ona şagird olmaz. Burada ağılla öz nəfsinin qulu olanları qarşılaşdırır və üstünlüyü ağla verir. Onu dünyada üstün mövqeyə qoymuş olur. Sənətdə tək olan bu Xəqanidən gəl incə mənalı fikir eşitsən. Burada müəllifimizin fəxriyyəsinə yer verilmişdir. Xəqani təxəllüsünü sonuncu beytdə yox, sonuncu beytdən bir öncəki beytdə çəkmiş olur. O söz və sənət dünyasında öz gücünə əmindir, özünü sənətdə tək yeganə insan hesab edir və oxucuya müraciət edərək bu deyilən nəsihətlərin arxasında dərin incə mənalara diqqət yetirməyə çağırır. Qorun pis adamdan, anla ki onlar əqrəb tək kor olar, ilan tək lal kar. Şeirin son beytində pis və şər insanlardan uzaq durmaq barədə qəti xəbərdarlıq edilir. Şair onları əqrəbə və ilana bənzədir. Necə ki, əqrəb və ilan instinktiv olaraq zəhərləyir, kor, lal və kar kimi heç bir xoş sözü, nəsihəti eşitmir. Pis insanlar da belədir. Onlara haqqı anlata bilməzsən, yeganə yol onlardan qorunmaqdır. Şeirin ümumi məzmunu bundan ibarət idi. Şeir bütövlükdə insan mənəviyyatının saflığına xidmət eləyir. Şair ədalət, vəfa, düzgün dost seçimi, ağılla hərəkət etmək, təvazökarlıq kimi müsbət keyfiyyətləri ucaldır. Fitnə, hiylə, nifaq, lovğalıq kimi, nadanlıq kimi mənfi xüsusiyyətləri də kəskin şəkildə tənqid etmiş olur. Gördüyümüz kimi Xəqani bu misralarda bizə bütöv bir həyat fəlsəfəsi, insanlıq dərsi keçir. Şairin də vurğuladığı kimi bu dünyada boyun buxunun, zahiri görünüşün heç bir önəmi yoxdur. Əsas olan insanın hümməti, daxili dünyası geniş olmalıdır. Bəs siz necə düşünürsünüz bu barədə? Bugün bizim cəmiyyətdə Xəqaninin dediyi o vəfa küçəsində yaşayan insanların sayı sizcə nə qədərdir? Şairin dostluq və sədaqət haqqında nəsihətlərinə razısınızmı yoxsa yox? Öz fikirlərinizi mütləq şərhlər bölməsində mənimlə bölüşün. Əgər bu bədii təhlil xoşunuza gəldisə, bu tərz ədəbi, elmi, didaktik videoların davamının gəlməsini istəyirsinizsə, videonu bəyənməyi, kanala abunə olmağı və bildirişləri açmağı unutmayın. Növbəti söz dünyamızda yeni təhlillərdə görüşmək üzrə. Özünüzə yaxşı baxın, poeziya ilə qalın.